Hörmətli seçicilər və Milli Məclisə deputatlığa namizədlər, hamınız bu görüşə xoş gəlmişsiniz. Bugün biz Gözəlov Ağuseyin, Hüseynov Murad, Əliyev Bəybala, Nuriyev Daşqın, hansı ki bu insanlar Milli Məclisə öz namizədliyini veriblər. Bunların bugün debat görüşüdür. Çox təəssüf ki, digər namizədlər görüşə qatılmayıb. İndi hansı səbəbdən biz onu bilmirik. Daxilində vətən təşəbbüsü, milli qan, milli heysiyyət olan namizədlər buradadır, göz önündədir. Biz indi debata başlamamışdan əvvəl istərəm ki, Azərbaycan dövlət himni səslənsin. Məlum məsələdir ki, Azərbaycanda hakimiyyət qanunverici, icra edici məhkəmə hakimiyyətindən ibarətdir. Bugün hakimiyyətin əsas qollarından biri olan qanunvericilik hakimiyyətinə seçkilər ərəfəsindəyik. Bildiyimiz kimi, qanunvericilik hakimiyyət dövlətçiliyimizin əsas sütunlarından biridir. Və biz bu qanunvericilik hakimiyyətə seçici olaraq namizədə səs verəndə düşünüb daşınmalıyıq. Kimə səs veririk və bizi necə təmsil edəcək? Çünki hər bir namizəd Azərbaycan xalqının Milli Məclisdə təmsilçisidir. O Milli Məclisdə xalqın mənafeyini necə təmsil edir? Xalq qarşısında öhdəliklərin necə yerinə yetirir? Biz artıq zaman-zaman şirin vədlərə çox inanmışıq. Mən belə edəcəm, asfalt çəkəcəm, yol çəkəcəm, insanların qayğısına qalacam. Amma bəzən biz deputatın üzünü də görmürük. Ona görə biz elə bir namizəd seçməliyik ki, o xalqın namizədi olsun, xalqın içindən çıxsın, xalqın dərdlərin öz dərdləri kimi yaşaya bilsin, xalqın mənafeyinə xidmət edə bilsin, xalqın bütün problemlərin dərindən düşünə bilsin, xalqın mənafeyini öz mənafeyinə uyğunlaşdıra bilsin. Biz belə bir namizəd, belə bir deputat
görmək istəyirik. Ona görə də biz bugün təşəbbüs qrupu belə bir nəticəyə gəldik ki, daxilində vətən heysiyyatı, milli heysiyyat olan, vətənini sevən, insanlara xidmət etməyi, insanların xidmətçisi olmağı özünə borc bilən namizədləri dəyirmi masaya dəvət etdik. Sağ olsunlar, dəvətimizi eşitdilər və məclisimizə təşrif buyurdular. İndi birazdan onlar öz platforması haqqında qısaca məlumat verəcəklər hər biri. Ondan sonra xalq qarşısında öz, necə deyərlər, öz fikirləri ifadə edəcəklər. Mən görüşə başlamamışdan əvvəl bir neçə məsələni diqqətə çatdırmaq istəyirəm. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı var. Həmin regionların sosial-iqtisadiyyatı ilə bağlı dövlət proqramının həyata keçirilməsində şəffaflıq nə dərəcədə düzdür? Həmin şəffaflığın qorunması, həmin proqramın bütün ölkə ərazisinə şamil edilməsi məhz Milli Məclisə seçilən deputatların ələlxüsus üzərinə məsuliyyət kimi düşür. Məlum məsələdir ki, deputat yol çəkə bilmir, işıq problemin, qaz problemin həll edə bilmir. Lakin deputatın səlahiyyətləri çoxdur. Deputat xalqı təmsil edir. Deputatın əsas səlahiyyəti odur ki, xalqın fikirləri müəyyən qurumlara çatdıra bilsin. Xalqla dövlət idarəçiliyi, dövlət məmurları arasında vasitəçi ola bilsin, elçi ola bilsin. Heç təəccüblü deyil ki, biz deputata elçi deyilik. Xalqın elçisi. Deputat parlamentdə mürgüləyib yatmamalıdır. Deputat hər an xalqın problemləri haqqında düşünməlidir. Çünki onu xalq seçir. Xalq özü üçün millət vəkili seçir. Və görürük biz, dəfələrlə də görmüşük. Xalq alladılır, öz namizədliyi keçəndən sonra, deputat preslosu əldə edəndən sonra müəyyən deputatlar öz karyerası, öz həyat səviyyəsinin yaxşılaşdırılması, bir qrup sosial təbəqənin mənafeyinə xidmət etmək fikrinə düşür. Ancaq buna səs verən xalqdır. Mən özümü təqdim edirəm, mən Murad Hüseynovun səlahiyyətli nümayəndəsiyəm. Murad Hüseynov hamıya tanışdır ki, xalqın içərisindən çıxıb, qardaşı Qarabağ müharibəsində şəhid olub, Allah ruhunu şad eləsin. Atası 20 yanvar 50'lidir. Yəni bunlar qanını, canını vətən uğrunda əsirgəməyiblər. Murad müəllim deputat namizədliyinə qədər də insanlara xidmət etməyi özünə əsas borc hesab edir. Kimlərin hansı problemləri olub, kimlərə qayğı göstərmək, sosial reabilitasiyasını həyata keçirmək, bir çoxlarına məlumdur, təmənnasız böyrək köçürülməsi, ürək əməliyyatı, kasıb-küsubun mənafeyinə xidmət edən adam olub. O deputat seçilərsə və yaxud seçilməzsə də Murad Hüseynov yenə xalqın yanındadır. Yenə xalqa öz xidmətini əsirgəməyəcək. Biz Murad müəllimin timsalında və digər namizədlərin timsalında xalqa xidmət edən adama, xalqa xidmət edən insana səs verməyi mən sizdən tövsiyə edirəm. Xalq öz namizədin, xalq öz deputatın parlamentdə görməyi üstün tutsun. Misal olaraq Qənirə Paşayevi nəzərdə çatdırıram. Milli Məclisdə 125 deputat var. 125 deputatdan yatan deputatlar çoxdur. Ancaq öz biznes fəaliyyəti ilə məşğul olan deputatlarımız var. Bu kimlərəsə, necə deyərlər, qaranlıq qalmasın. Ancaq deputatlar da var. Qənirə Paşayevanı nümunə kimi götürür. Həmişə seçicilərin qarşısındadır. Ayda, 2 ayda, 3 ayda bir öz seçiciləri ilə görüşür. Onların dərdləri ilə, problemləri ilə paylaşır. İmkanı çatan qədər insanların mənafeyinə xidmət edir. Biz belə deputat istəyirik.
Ona görə də mən istərəm ki, istər çıxış edənlər, istər debatda namizədlər öz platformaların indi açıq aydın göstərəcəklər, özlərini təqdim edəcəklər və xalq qarşısında öz öhdəliklərini götürəcəklər. İndi isə mən istərəm ki, hörmətli namizədlər, siz ayrı-ayrılıqda öz platformunuzu açıq aydın göstərəsiniz, nəyə qadirsiniz, xalq üçün, millət üçün nə edəcəksiniz, nə etmək fikriniz var. Bütün bunlar haqqında mən elə birinci sizdən başlayayım. Çox sağ olun, təşəkkür edirəm. Hər birinizi salamlayıram. Xüsusən burada ana və bacılarımız iştirak edir. Onları salamlayıram. Sizin qarşısında əyləşən namizədləri salamlayıram. Çox sağ olsunlar ki, sizin qarşısında gəlib öz platformaları haqqında geniş sizə əlavə məlumat verəcəkdir. O ki, qaldı mənə. Mənim platformam sizlərə bir neçə gündür qapı-qapı paylanır. O cümlədən bu günləri saat 11-də də bu yığıncağa səslənmək üçün deməli, mənim səlahiyyətli nümayəndələrim küçələrdə olublar və platformamda yəqin sizə təqdim ediblər. Əgər kimdəsə yoxsa, mənim platformam yazı surətdə buradadır. Yəni, bizim səlahiyyətli nümayəndələr sizə təqdim edə bilərlər. Çox gözəl burada qeyd olundu problemlərlə bağlı və qardaşımız bir yaxşı məsələyə toxundu ki, regionların sosial proqramı haqqında qanun qəbul olunub və bu işlər davam edir, amma bizim bu Cəlilabad rayona, daha doğrusu 69 sayılı seçki dairəsinin ərazisinə nədənsə bu günə qədər gəlib çatmayıb. Və toxundu ki, bu qanuna kim nəzarət edir? Bildiyiniz kimi biz parlament seçkiləri ərəfəsindəyik və deputatın 2 adı var. Müraciət forması millət vəkili deyə müraciət olunur. Və həm də bu günləri millət özünə vəkil seçir və bununla bağlı toplaşmışıq. Amma bu məsələnin yekuna gəlməmişdən əvvəl mən bəzi şeyləri sizin diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi mən 1964-cü ildə Cəlilabad rayonu Fəthullah Qışlaq kəndində anadan olmuşam. Göytepe şəhər 2 saylı orta məktəbin ilk buraxılışı olanlardan da biri mənəm. Yəni 8 illik məktəbi idi, bizim dövrümüzə 10 illik oldu və ona görə deyirəm ki, ilk buraxılışı olanlardan biri də mən olmuşam. Yəni bunu deməkdə məqsədim odur ki, mən də yerli adamam, bu əraziyə, bu şəhərə 69 sayılı seçki dairəsinin ərazisinə gəlib mütəmadi xeyirdə və şəhərdə iştirak edən və ata, anam da, bazı, qardaşım da burada yaşadığı üçün daimi əlaqəli bir adamam. Siz yaşadığınız problemləri inan Allaha mən də yaşayıram. O qədər problemlər var, saymanla qutarmaq bitməz. Hətta arada bir, belə deyək, paxıllığım da tutur başqa rayonlara gedəndə, o ab-havanı görəndə, o, belə deyək, şəhərin abad vəziyyətdə və yaxud küçələrin abad vəziyyətdə olmuş rayonları görəndə, gəlirəm burada, nə qədər mən həyəcan keçirirəm, nə qədər öz-özümə stres keçirirəm ki, ilahi, bəs bu millət vəkilimiz haradadır? Bu rayonun görək bir qabağa düşən bir insan olacaqmı? Amma bu günləri sizin qarşınızda o namizədlərdən sizin qarşınıza çıxa biləcək, sizin millət vəkili ola biləcək adamlar oturubdur. Və mən az çəkmədən layiqli bildiyiniz, sizin dərdinizə şərik ola biləcək adamı, sizin qayğınıza qala biləcək adamı hər ay deputat statusunda da göstərilib. Millət vəkili hər ay öz seçici ilə görüşməyə borcludur. Hər ay sizin qapısına gələn namizədə səs verməyə çağırıram. Və hesab edirəm ki, siz düşüncəli adamlar, dedikodu, el deyinən desək, dedikodular çox yayılır ki, filankəs təyin olunub, filankəs seçiləcək. Heç birisinə mən rəsmi olaraq, Milli Məclisin bir işçisi olaraq bəyan edirəm ki, elə bir söhbət yoxdur.
və bunu bilə-bilə yayırlar. Siz layiqli namizədə səs verin, problemlərinizi həmən layiqli namizəd həll edə bilsin, sizin millət vəkiliniz ola bilsin, sizin problemlərinizi müvafiq orqanlara çatdıra bilsin, rayonda tükülüb qalan üst-üstə problemləri dövlət və hökumət qarşısında qaldıra bilsin. Nəzərinizə çatdırım ki, dövlət ildə 2 dəfə Milli Məclis qarşısında hesabat verir. Çox təəssüflər olsun ki, bugünə qədər nəinki bizim deputatımız, o cümlədən bizim zonamızdan seçilən deputatların heç birisi problem haqqında dövlət qarşısında indiyə qədər bir məsələ qaldırmayıb. Hətta Yeni Azərbaycan Partiyasının deputatları problemlər haqqında hökumət qarşısında, Milli Məclis qarşısında məsələ qaldıranda nədənsə təəssüflər olsun ki, bizim millət vəkilimiz və yaxud zonamızın millət vəkilləri susublar. Qeyd etdi qardaşımız, Qənrə xanım misal çəkdi. Mən onu artıra da bilərəm. O millət vəkillərinin içində Vahid Əhmədov da var, bilirsiniz Qubanın deputatı. Hətta uzqar kəndlərin yolları və yaxud qaz təsisatı ilə təmin olunmasında bilavasitə iştirak etmiş və siz də yəqin ki, şahidi olmuşsunuz ki, televiziyada dəfələrlə çıxışlarında qeyd etmişdir ki, filan məsələ ilə bağlı dövlətə, prezidentə müraciət etmiş ama məsələlər həllini tapıb. Gəlin görəyəm bu günləri bizim millət vəkilimiz həm bu üst-üstə yığılan 20 ildə həllini tapmayan məsələlərlə bağlı hər hansı bir dövlət orqanına müraciət edibmi? Edibsə, mən şəxsən eşitməmişəm. Eşidən varsa buyursun desin. Və yaxud edibsə, niyə adi bir məsələ həll olunmayıb? Yəni, ən belə sadə həll olunan məsələ həll olunmayıb. İkinci məsələ sosial məsələlərlə bağlıdır. Sosial məsələlərlə bağlı bilirsiniz ki, Sovet hökuməti dağılandan sonra müəssisə idarə təşkilat, safxoz, qalxoz hamısı dağıldı getdi və işsizlik ordusu yarandı. Və dövlət bu vəziyyətdən çıxmaqdan ötürü yeganə bir belə deyək, proqram hazırladı ki, sosial yardım proqramı. Yəni işsiz adamlara, ailə vəziyyəti pis olan adamlara sosial yardım etməklə vəziyyətdən çıxış yolu tapsınlar. Çox təəssüflər olsun ki, həmən proqram işləmədi. Həmən proqram ancaq bəzi məmurların üçün işlədi. Və bəzi məmurlar ondan istifadə etdilər və varlanmaq, nə bilim, başqa istiqamətdə, hərəkət etmək istiqamətində yol götürdülər. Ona görə həmən proqram demək olar ki, iflasa uğradı. Və yaxud həmən o proqramdan istifadə edən adamlar 50-50%-ə bilirsiniz. Əgər kimsə o sosial yardım alırsa 50%-ni verməlidir, 50%-ni almalıdır. Hətta bu yaxınlarda Cənab Nazir də qeyd etdi ki, mən 7 ayda mübarizə aparıram, lakin bu özbaşınalığın qarşısını ala bilmirəm. Kim yaradıb? Nəzarətsizlik. Kim yaradı bu vəziyyəti? Özləri. Kim nəzarət eləməlidir? Bəs biz millət vəkili seçmişik axı. Dəfələrlə bu məsələ haqqında Milli Məclisdə qalxıbdır. Bəyəm, bugünə qədər bizim millət vəkilisinin qarşısına çıxıb deyilmi ki, bu problem var, məlumatım var, bu məsələ ilə məşğulam. Xeyr, məşğul olan olmayıb. Olsaydı, heç olmasa bir, belə deyək, lap belə bir addım qabağa gedərdik. Amma təəssüflər olsun ki, olduğu kimi də bu vəziyyət qalır. Biz nə deyirik? Hər halda orada oxuyacaqsınız, yenə də sizə mənim platformam, qısa platformam haqqında sizə məlumat veriləcək, orada qeyd olunubdur. Amma biz nə deyirik? Biz deyirik ki, bu sosial proqram öz həllini tapmadı. Yəni, uğurlu bir proqram deyildi. Hər bir ailəyə, doğulan uşağa, gənc ailələrə uşaq doğuldu. Bilirsiniz ki, 30 milyard büdcəmizdə, 30 milyard net fondumuzda pullarımız var. İndi büdcəmizdə 19 milyarddan, amma Milli Bankın üst-üstə gələndə həmən o rəqam alınır. Ona görə birlikdə deyirəm. Biz deyirik ki, uşaq doğuldu, 1000 manatın ver, çünki pulun var. Özləri də, yəni hökumət rəhbəri də, dövlət rəhbəri də bunu dəfələrlə bəyan edibdir. Və bir dəfəlik doğulan uşaq hansı ki, süt pulu deyirlər, onu da çətinliklə bilirəm ki, çox adam ala bilmir. Həmən 75 manat 18 yaşına çatana qədər həmən uşağın atasının hesabına köçürülsün. Və bu proqramı biz paket halında hazırlamışıq, paralel olaraq dövlətə təqdim etmişik. Yəqin ki, belə getməz, layiqli namizədə səs verərsiniz, o məsələni daimə qaldırar və hesab edirəm ki, bu məsələni həyata keçirmək olar. Qeyd olundu burada yol ilə bağlı, başqa məsələlərlə bağlı deputat gələcək yol
çəkməli deyil. Mən tamamilə razıyam. Deputat Milli Məclisdə qanun qəbul etməli və rayonun və yaxud da seçki dairəsi arasında yerləşən problemləri müvafiq orqanlar qarşısında qaldırmalıdır. Çünki adından da məlumdur millət vəkili, yəni millətin problemin müvafiq orqanlara çatdırılmalıdır. Təəssüflər olsun ki, bizim yaxın kəndlərin birində bizim deputatlar namizədlərdən bir necəsi belə deyək, görüş keçirdən vaxtı ona sual verə bilər ki, hörmətli namizəd, siz göylə gəldiniz, yoxsa yerlə? Və cavabım verib ki, mən yerlə gəlmişim. Deyib ki, mən necə gəldiniz bu yolu? Bir ki, nə var ki, mən cipə mindim, gəldim. Bəs yaxşı, cipi olmayan nə ilə geçsin? Ona görə bizim o millət vəkillərinin və yaxud millət vəkilliyən namizədlərin də borcudur ki, bu məsələni müvafiq orqanlar qarşısında qaldırsın. Misal üçün deyim sizə. Eşidirsiniz siz. Quba rayonunun filan kəndinə prezidentin ehtiyat fondundan 3 milyon ayrılsın. Sabirabad rayonunun filan kəndinə, Moranlı kəndinə yol çəkilir 4 milyon ayrılsın və ya Saatlı rayonun və ya başqa rayonların. Niyə bu günə qədər 20 ildə bu məsələni dövlət başçısının diqqətinə çatdırılmayıb ki, bu Göytəpə şəhərdir, kənd deyil, heç olmasa bu mərkəzi yolun üstündə yerləşir. Heç olmasa bu şəhər tipinə qaytarmaq lazımdır ki, bunun adı Göytəpə şəhərdir ya da bunun adını dəyişək. Və yaxud başqa sözlə, bizim zonadan Bakı şəhərinə kifayət qədər bizim millət vəkillərimiz hərəkət edir, gəlirlər, evlərinə gedirlər. Yolun qırağında bəyəm görmürlərmi? Cəmaat, kənd cəmaatı və yaxud şəhər cəmaatı çotanla yer şumlayır və yaxud kartoşka çıxardır. Əgər bu çotanla və yaxud at arabası ilə nəyisə daşımaq və yaxud yeri şumlamaq elə bir yaxşı şeydirsə, onda bizim cənab nazirlərimiz də geçsin at arabası ilə işə. Görüm gedərlərmi? Yaxşıdırsa qoy onlar da geçsin. Çox təəssüflər olsun ki, bizə ayrılmış o 4 dəqiqəni televiziyada bizim əlimizdən aldılar. Mən hər birinizin qarşısında Allaha and içirəm, Allah haqqı bu məsələləri mən bir başqa ölkə televiziyasından səsləndirəcəkdim. Təəssüflər olsun ki, o 4 dəqiqəni də bizdən aldılar. Amma hesab edirəm ki, bu kiçik auditoriyada da bu məsələləri mən qaldırıramsa, yəqin ki, lazım adamlar müvafiq yerlərə bizim bu çıxışlarımızdan qarşıya gələn məsələləri yəqin ki, deyəcəklər. Yəqin ki, məlumatları olacaq. Məlumatları olmayacaqsa biz hələ 5-10 gün burada başımız qarışdı. Lazım gələndə biz müvafiq yerlərdə və yaxud mətbuat vasitəsilə onların diqqətinə çatdıracaq. Namizədlərimiz 4-ü burada iştirak edir. Ona görə mən çox vaxtı almaq istəmirəm. Yəqin ki, suallarınız olacaq. Məsələlərə qayıdarıq. Amma bir daha hər birinizə müraciət edirəm və sizdən xahiş edirəm. Sizin yanınızda ola biləcək, sizin problemlərinizi həll edə biləcək, daim sizlə ayda bir dəfə görüşə biləcək, müvafiq yerlərə sizin səsinizi çatdıra biləcək, sizin millət vəkiliniz olmağa layiq olan adama səs verin. Çox sağ olun. Əslində duranda Murad Hüseynov bugün böyük bir addım attı. Bu debatı təşəbbüs göstərdi. Əslində duranda bu debatda digər namizədlər də öz fəaliyyəti ilə bağlı danışmağa auditoriya tapdı. Gözəl Avaqsel Səfəroğlu, Masallı rayonunun Çaxırlı kəndindənəm, Sarcəfərli məhəlləsindənəm. Mənim şəxsən namizədli verməkdən məqsədim odur ki, kənd tərəfə sahəsini bilavasitə inkişaf elətdirməkdir. Özüm sahibkaram, neçə illərdir ki, sahibkarlıq fəaliyyətindən məşğulam. Kəndlərin imza toplayanda hamısında olmuşam. Məsələn, Komanlı kəndində olmuşam, dağlıq ərazidir. Bəzravanda olmuşam, dağlıq ərazidir. Düzdür, müəllim qeyd elədi, deputatların, yəni xalqa bilavasitə yaxın olmamağın. Amma mən söz verirəm ki, yəni bu yoldaşların içində, sizə, mən seçilsəm, sizin hamınıza yaxın olacağım. Yəni mən təsərrüfat əliyəm. Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat Fakültəsini tutarmışam 90-cı ildə. Mən bilavasitə məqsədim mənim bitkiçilik sahəsi olan əkinçilik, heyvandarlıq sahəsi olan maldarlıq və qoyunçuluğu inkişaf elətdirmək. Yəni bizim əraziyə uyğundur. Qaldı, o deyirlər yol düzəltmək, bəli, bizim imkanımız olsa, deyirlər deputat yol düzəltməz. Niyə düzəltmir? Yol, deyir, əli yoludur. Allah kömək olsun bizim, yəni imkanımız olsun, o yolu düzəldərik.
Məsələn, bir iki yerdə demişəm, mənə deyirlər, siz cəmaata, xalqa rüşvət təklif edirsiniz. Yol düzəltmə rüşvətdir. O, cəmaatın sosial yardımı yeyəndə, ya 50-50-yə götürüb cibinə qoyub çıxır gedir, özə deyir, halal elə ha. Bunu mənə halal elə. Onu heç kim halal eləməz. Dildə deyəri halal xoşun olsun. Ancaq şəxsən mən demərəm. Mən ona görə demərəm ki, o dövlət tərəfindən ayrılıb, o pul cəmaatın, məsələn, məni kimi sahibkarın, qeyri bir sahibkarın, müəllimlərin pullarından fonduna ayrılan, sosial müdafiə fonduna, yaxud da ki, vergilərə verilən, əkinçilərin vergiyə verilən pullardan. Onu da dövlət yerindən qaytarır, əhaliyə sosial yardım kimi. Burada halallıq söhbəti ondan gedər ki, alın təri ilə qazanan pul ola. Onda ona deyərsən ki, mən bu pulu Murad müəllim və yaxud da ki, Daşqın müəllim, Bəybəla müəllimə mən halal eləyirəm. Alın təri ilə qazanmışam. Yenə mən sizə söz verirəm ki, əgər mən seçilsəm, o başqa deputatlar kimi demirəm. Yəni, burada biz kollegiyik. Bunlar eyni əqdəli adamlardır. Bəli, biz yolda çəkərik. Öz imkanımız sahibindən. Mən demirəm ki, get harada prezidentin 10 milyon fondu var, olacaq, 5 milyon alacaq, fond olacaq. O pulla. O pulu lazımdır bizə. Onun pulu bizə onda lazımdır. Yəni, o yığılan pulların 10 milyon, 5 milyonu bizi Qarabağı azad eləməyə. O pulu ora ayırsın. Hansı ki, saldat yaralanıb gəlib, görürsən, o saldata yardım ayırsın. Mən o pulu yola yox, o pulu onlara deyərəm ayırsın. Bizə başqa şey lazımdır. Biz öz zəhmətimizlə o yolları da çəkərik. Hətta mən Komanı kəndində olanda dedim, valla, mən kənd sərvəti mütəxəssisiyəm. Mən eləyə bilərəm ki, burada elə bir əkin sahəsi yaradım. Heç olmasa 300-500 nəfər fəaliyyəşdir. Deyirlər, nə qarı? Dedim, indi kol bitkisi var. Görürsünüz dağlarda burada kol. Onu mən ispira əkmərəm. Onu sadəcə olaraq calaq elətdirirəm. Özüm eləyərəm. Yəni, bunu mən bacarıram. Biz bu xalqın evladıyıq. Burada oturanların hamısı. 4 nəfər gəlmişik. Bizim alnımız açıqdır ki, biz öz sözümüzü deyə bilərik. Bizə nə konspekt lazımdır, nə dəftər, nə kağız. Biz Allah verən ağıldan istifadə edirik. Yəni, öz savadımızdan istifadə edirik. Ali təhsili mütəxəssisləri. Mən yenə də deyirəm, sizin nəyə ehtiyacınız olsa biz deputatla seçilsək və bundan sonra da bizim bu yoldaşlardan, yəni oturduğumuz, güclü oturduğumuz adamlardan seçilsə biz yenə bir yerdə hərəkət edəcəyik. Yəni kömək məqsədi ilə. Biz Azərbaycan xalqının sevimli oğulları yox. Sizin nətər deyən evlatlarınız yox. Burada analarımız oturub, bacılarımız oturub, atalarımız hamısı oturub. Bunlar bizə qulaq asır və bizdən demirəm, mənəvi qidalanırlar. Ki, yəni Gözəl Ağasıyan Səfəroğlu belə bir çıxış elədi. Heç olmasa 300-500 yer açım əkinçilik sahəsində. Ancaq mən böyük sənayedə, məsələn, burada bir zavod var. Uzun müddətli orada, demək, 90-cı illərə qədər haradasa 300-500, bəlkə Murad müəllim yaxşı bilər. 1000 nəfər də işçi. Ancaq böyüklərin, məsələn, icra hakimi, mən 4 hektar yer əkmişəm. Mənə deyir ki, sən 10 min pul ver. Dedim, niyə verməliyəm sənə? Sənə mənim borcum var. Dedim, amma sən deyirsən, sən seçim bir yolun olsaydı, bura gəlsəydin başçı, sən əlbəttə belə danışmazdın. Sən pul verib gəlibsən. Böyündə bizim orada oturan deputatlar var, müəllim qeyd elədi, Bəybəla müəllim. Dedi ki, danışmırlar, eləmirlər. Onun savadı yoxdur axı. Məsələn, masaldan deputatlar vardı, öyle saçını darayır, qəşəng bizim saçımız ağarıb. O bizdən də biraz uşaqdır, saçını Stalin kimi darayıb. İmkanı olsa, o Türklər də bıyıqlarını da uzadar, deyər ki, burada Azərbaycan Respublikasında məndən başqa yaxşı deputat yoxdur və məndən başqa işləyən yoxdur. Keçən kimi də xiyar zavodu vardı. Xiyar zavodunu da bağladı. Mən bunu deməkdə məqsədim budur ki, bizlərə səs verin, bizləri seçin. Sizin hansı probleminiz var? Biz oğul kimi, qardaş kimi, nətər deyim, necə qəbul edirsiniz? İnsan evladı kimi sizlərin yanında yox. Məqsədim odur ki, siz layiqli namizədə səs verin. Sözün deyən namizədə. Sizin hamıza səs verməyə çağırıram. Hamızı öz layiqli evladınızı seçməyə çağırıram. Bəzi məsələn mən eşitmişəm ki, deyirlər ki, biz nəminə qoymuşuq, seçkiyə getmirik. Xeyr, sən sadə vətəndaşsan, öz gəl səsüy ver. Səsüy ver ki, o hansı ki, antipodlar var bizim aramızda, yəni yuxarıda pul verib seçilənlər, onlar seçilə bilməsin. Bizim məqsədimiz odur, yığışmaqdır, deputat keçirməzin məqsəd odur ki,
Sizin hamınızı seçkiyə dəvət edirik. Sağ olun, var olun. Yenə mən bir neçə kəlmə deyim, sonra sözü Murad Hüseynova verəcəm. İnsanlar arasında yayılan şayələr var ki, kimlərəsə stavka olub, kimsə artıq qutudadır, qutudan çıxmaq üzrədir. Belə məsələlər yoxdur. Stavkanı xalq verəcək, xalq seçir, xalq öz layiqli namizədini. Namizədlər də bu fikri ifadə elədi. Sizə layiq olan, sizə yaxın olan. Sizin problemimizi həll etməyi bacaran, euforiya varmı? Başa düşdünüz də siz məni, euforiya varmı? Xalq öz namizədini seçsin. Heç olmasa ayda bir dəfə sifətini görə bilsin. Və televizorda, ekranda sifətini görməsin. Bu nöqteyi nəzərdən, indi mən söz verirəm, bizim namizədimiz Murad Hüseynova öz fikrini ifadə eləsin. Bu günləri hava şəraitini siz nəzərə almadan belə biz namizədlərin görüşünə gəlmişsiniz. Sizlərə də təşəkkür edirəm ki, mənim təklifimi qəbul edib, seçicilər qarşısında açıq görüşə gəldiniz. Təbii ki, burada digər namizədlər də olmalıydı. Bəli, Etibar müəllim müəyyən səbəbdən onu üzrə hesab eləyək, gəlib çıxa bilmədi. Amma bizim hörmətli Fəzail müəllimin burada olması daha da vacib idi ki, xalq Fəzail müəllimlə görüşməlidir. Ola bilsin ki, bundan sonra Fəzail müəllim seçilə bilər və burada oturanlardan hər hansı bir seçilə bilər. Amma xalqın qarşısında hesabat vermək lazımdır. Hörmətli seçicilər, mən Hüseynov Murad Əloğlu, 69 saylı Cəllabad Masallı Beləsvar seçki idarəsindən namizədliyimi irəli sürmüşəm. Mən yox, bu burada oturan və xalq mənim namizədliyimi irəli sürüb. Və sizin təkidinizlə də mən namizədliyimi irəli sürərək xalqın içindən sadə kütlənin vətəndaşı olaraq mən də o acıları, problemləri yaşayan bir insanam və o yüzden də namizədliyim irəli sürüldü. Siz bilirsiniz ki, burada oturan namizədlər hər biri əqidə sahibidir. Bunlar da çalışırlar ki, xalqın içindən bir namizədimiz olsun. Hörmətli seçicilər, 69 saylı dairə üzrə gəlin baxaq görək, bu neçə ildə hansı problemimiz həll olunub? Sovet hökuməti dağılandan bəri bu günə qədər bu Göytəpə ərazi üçün bir daş üstə daş qoyulmamışdı. Sağ olsun cənab prezidentimiz, regionların sosial-iqtisadi inkişafı ilə bağlı, abadlı quruculuq işləri ilə bağlı Göytəpədə bizim için park dikdi. Bu da lazımdır xalqı üçün. Amma, hörmətli seçicilər, bu parkla biz kifayətlənmirik. Göytəpənin xəstəxanası yoxdur. Bizə səhiyyə ocağı lazımdır. Göytəpənin təhsil ocağı yoxdur. Bu xalqa təhsil ocağı lazımdır. Bax, qarşıdan havalar soyur, qış gəlir. Siz düşünürsünüz ki, sizin evlatlarınız hansı şəraitdə, hansı təhsil ocağında təhsil alacaq? Bax, bizə bu lazımdır. Bizim xalqı, cəmiyyəti düşünən namizəd lazımdır. Hörmətli seçicilər, mənim platformamı ilk öncə sizlərə istərdim ki, təqdim edəm. Platformamda regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması, məktəb və səhiyyə ocaqlarının tikintisi bərpası ilə bağlı dövlətin keçirdiyi islahatların yanında yardımcı olmaq, vətəndaşların dövlət tərəfindən ayrılan ünvanlı sosial yardımın düzgün və maneəsiz sahibinə çatdırılmasında yardımcı olmaq, dövlətin və hökumətin həyata keçirdiyi sosial yönümlü islahatları dəstəkləmək, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin həyat tərzinin yaxşılaşdırılmasında onların yanında olmaq. Hörmətli seçicilər, seçicilərlə mütəmadi görüşüb onların problemlərini Milli Məclisdə müzakirə etmək, vətəndaşların pozulmuş hüquqlarının müdafiəsində Milli Məclisdə yaxından dəstək olmaq. Hörmətli seçicilər, sizi xalqa layiqli, burada oturan və bizdən də başqa namizədlərimiz xalq üçün çalışıb iş görən insanlardan biridir. Sizi xalqa layiqli namizədlərə səs verməyə, demirəm mənə, xalqa layiqli, xalqı düşünən, xalqın rifahının yaxşılıq doğru getməsi üçün Milli Məclisdə hər hansı bir problemi qaldıra biləcək namizəd dəstəkləməyə dəvət edirəm. Hörmətli seçicilər, burada şəhid anası var, şəhidin həyat yoldaşı var. Onların da sosial problemləri təbii ki, aşıb daşır. Düzdür, bizim cənab prezidentimiz İlham Əliyev şəhid ailələri, Qarabağ ailələri üçün ən azından əlindən gələni əsirgəmir. Amma yaxşı olardı ki, bizim hörmətli Milli Məclisdə təmsil edən millət vəkillərimiz şəhid ailələrinin qampulları bu günə qədər qalıb.
bu məsələni müzakirə eləmək lazımdır. Şəhid ailələrinin həyat tərzinin yaxşılaşdırılması ilə bağlı Milli Məclisdə xalqımızı təmsil edə bilən, yatmayan, lal olmayan namizəd lazımdır. Hörmətli seçicilər, bəli, həqiqətən də bizim problemlərimiz çoxdur. Bu Göytəpə şəhərində qonağımız gəlir. Keçən səfər mənim mətbuat nümayəndələrim gəlmişdi. Üzr istəyirəm sizin hər birinizdən. Ayaq yoluna ehtiyac oldu. Mən onu utandım, xəcalət çəkdim ki, hara aparım? O boyda Göytəpənin bir ayaq yolusu yoxdur, mədəniyyət evi yoxdur. Təsəvvür eləyin, gör hansı vəziyyətdəyik biz. Hörmətli seçicilər, tək Göytəpə ilə bu bitmir. 69 saylı dairədə sosial vəziyyət həddindən artıq aşağıdır. Əhalinin əksəriyyəti işsizdir, ünvanlı sosial yardımı ala bilmir. Süründürməciliyə məruz qalırlar. Burada oturan insanların əksəriyyətinə iş yeri lazımdır. Bəli, bu iş yerlərini aça biləcək, sizə xidmət eləyə biləcək namizədlər lazımdır, hörmətli seçicilər. Hörmətli seçicilər, Göytəpə şəhəri günü-gündən inkişaf eləyir, böyüyür. Bizdə 2 məktəb var, hər ikisi bərbaddır. Birinin 1 əsrdən artıq yaşı var. Digərinin isə bir 70 il onun ömrü var. Burada təhsilin, məktəbin çatışmamazlıq həddindən artıq problem yaranır. Sovet dövründə biz uşaq idik. O zaman yadıma gəlir ki, Savalan ərazisində məktəb yeri tikildi. Hətta onun yeri də qazıldı. Amma əfsuslar olsun ki, həmin o ərazi satıldı bəzi məmurlar tərəfindən. İndi hal-hazırda həmin məktəbin qazılmış yeri zibilxanaya çevrilib. Hörmətli seçicilər, bizə orada məktəb lazımdır. Məktəbi tikdirə biləcək savadlı, bacarıqlı millət vəkili lazımdır. Sizlərin hər birinizi bu problemin uğrunda, bunun ötəsindən gələ biləcək millət vəkilinə səs verməyə dəvət edirəm. Hörmətli seçicilər, noyabrın 1-i inşallah hamımız aktiv olaraq, şayələrə uymayaraq, bu günləri şayələr gəzir ki, kimsə artıq seçilib, unutmayın ki, Azərbaycan Respublikasında demokratik şəkildə seçkilər keçib, həmişə də keçiriləcək, saxtakarlığa yol verən yerli məmurlardır. Onların da məqsədi xalqla, vətəndaş arasında uçurum yaratsın. Amma sizlərin hər birinizi mən dəvət edirəm ki, gəlin cənab prezidentin ətrafında sıx imkan verməyək ki, yerlərdəki məmurlar dövlətlə, xalq arasında belə uçurumlar yaratsın. Çox sağ olun, təşəkkür edirəm. Növbəti namizəd Nuriyev Daşqındır. Biz onu da salamlayırıq və istərdim ki, o da öz fikrini bildirsin. Hörmətli seçicilər, Nuriyev Daşqın Ağaclıoğlu. Mən özüm iqtisadçı hüquqşünasam və öz qəzetim var, Müxalifət.az. Digər qəzetlərə də köşələr yazıram, məqalələr yazıram. Yəni, bu seçkilərdən bağlı bir neçə məqalə yazmışam ki, bu seçkilərin demokratik keçirilməsi üçün. Ancaq, yəni, necə siz eşidirsiniz, mən də o formada eşidirəm ki, yəni, məlumatlar çatır ki, artıq bizim dairənin deputatı məlumdur. Buna görə də çox təəssüf edirəm. Bu platforma barəsində, yəni, platformamı hər bir adama çatdırdım. Yəni, özləri oxuya bilər inşallah. Cəmiyyətimizdə böyük problemlər var. Bu platformaların hər birinin həyata keçirilməsi üçün isə biz təbii ki, öz ciblərimizdən deyil, dövlət büdcəsindən biz həyata keçirə bilərik o platformaların həyata keçirilməsi üçün. Məsələn, belə götürək də, bu günləri dövlət büdcəsi 21 milyard. Amma gələn il üçün artıq 25% dövlət büdcəsi ixtisara düşüb. Təsəvvür edirsiniz ki, 5-6 milyard dövlət büdcəsi azalıb. Bununla da sosial problemlərin həyata keçirilməsi demək olar ki, ən minimum həddə inəcək. Yəni, cəmiyyətimizdə bu günə qədər deyildiyi kimi analogu olmayan bir inkişafın artıq gələn ildən analogu olmayan bir uçuruma yuvarlanması qaçılmazdır. Yəni, bunu siz tam əmin olun. Biz nə qədər desək ki, bu platformanı həyata keçirə biləcəyik, ancaq inanın ki, bu mümkün deyil.
Yəni, mən sizə pistimiz əhval-ruhiyyəsindən demək istəmirəm. Yəni, inşallah gələnləri təsəvvür edin ki, 34% bu illəri Azərbaycan manatını bir gün içərisində öldürdülər. Noyabr ayından sonra, 1 noyabrdan sonra, indi baxarsınız 25% təzədən Azərbaycan manatı öldürüləcək. Sonra pulu da üzən siyasətə keçirəcəklər. Yəni, bazar Azərbaycan manatını tənzimləyəcək. Hər hansı bir imkanla da bir gün içərisində müflis vəziyyətə düşə biləcək. Necə ki, Rusiyada bu vəziyyət yarandı və hamı gördü. Yəni, mən də deyə bilərəm ki, Azərbaycanda təhsil sistemi hansı vəziyyətdir, yəni hər birimizdə, nəinki keçmiş SSR-də, hətta indiki, necə deyərlər, Avropa standartlarından danışmaq mümkün deyil təhsil haqqında. Hamımız da bilirik ki, əgər bir təhsilə 1 manat qoyulursa, 100 dəfələrdən artıq həmin təhsil pul verir. Yəni, bizə gələcəkdə ən əsas odur ki, təhsilimiz birinci növbədə olmalıdır. Səhiyyəmiz hər bir insanın, yəni maddi cəhətdən zəif olan bir insanın, belə götürək də, bir 10 min, 20 min arası hər hansı bir operasiya edəkdə, cərrahi əməliyyat aparmaq üçün dövlət özü həmin o limiti qoymalıdır. Sosial tibbi sığorta haqqında qanun qəbul olmalıdır və o həyata keçirilməlidir. Kənd sərfatı əsasən bizim bir bölgədə kənd sərfatı sistemi var və kənd sərfatının da faizsiz kreditlərin, yəni faizsiz kreditlər verilməlidir. Onu da xatırlatmaq istəyirəm ki, təsəvvür edin ki, indiyə qədər, yəni neft satışı ilə bağlı olaraq 50 milyard kənd sərfatına pul buraxılıb. Həmin 50 milyarddan təsəvvür edin ki, bir 5 milyon gəlir yoxdur. Bu pullar hara gedib? Yoxdur. Yəni bu pulların hamısı sizin və mənim pullarımdır. Yəni bizim cibimizdən oğurlanıb bu pullar. Çox ağır vəziyyət olacaq. Yəni müəyyən qədər hazırlaşmaq lazımdır bu vəziyyətə. Yəni ola bilsin ki, sizin etirazınıza səbəb olar, amma mən həqiqəti deyirəm. İnşallah, yəni seçkilərdə də sizi aktiv iştiraka çağırıram. Yəni hər bir adam öz seçdiyi namizədə səs versin. Yəni mənim bir çıxışım sizin fikrinizi dəyişəsi deyil. Yəni onu da qəbul edirəm. Auditoriyada ki, tamam başqa auditoriyada. Çox sağ olun, təşəkkür edirəm. Demək, məclisimizdə möhtərəm insanlar oturub. Burada müəllimlərdən görürəm. Şəhid ailəsindən insanlar var. Qocaman müəllim var, İdris müəllim, hal-hazırda işləmir, pensiyadadır, amma uzun illər ömrünün haradasa bir 50 ildən artığı müəllimliyə sərf edib. Xalqın içindədir, xalqın dərdi səri ona yaxındır. Xahiş edirəm İdris müəllim, mikrofona yaxınlaşın. Əvvəlcə namizədləri mən təbrik edirəm. Onlara can sağlığı arzu edirəm. Arzu edirəm ki, onlar bizim vətənimizin gözəlliyi üçün, Azərbaycanımızın inkişafı üçün bütün var qüvvələrini sərf etsinlər və onlara da bu yolda sağlamlıq, can sağlığı arzu edirəm. Qaldı ki, mən Rızayev İdris Talıboğluyam. Mən ömrümün 60 ilini gənclərə sərf etmişəm. Ömrümün 60 ilini bugün sizin böyrünüzdə oturan Murad namizəd mənim şagirdimdir. Bugün Sadıqov namizəd mənim şagirdimdir. Bugün 7 nəfər elmlər doktoru, Bakıda professor, böyük kitabların müəllifi, nazir mavini mənim şagirdimdir. Milli qəhrəman, bugün məktəbimizin adını daşıyan, mən onun sinif rəhbəriyəm. Və s. və s. və s. Mən Murad müəllim haqqında öz sözümü demək istəyirəm. Murad müəllim çox
layiqli namizəddir, çox mübariz yoldaşdır, o həqiqət haqqında daimi mübarizdir, onun kökü var, onun atasının verdiyi tərbiyə, onun qardaşının qəhrəmancasına həlak olması ona qüvvət verib. Bugün Murad müəllim elə gənclər yetişdirir ki, elə oğlanlar yetişdirir ki, öz ixtisası ilə sabahları Qarabağın alınması uğrunda mübarizədə, sabahları Şuşanın, sonra bütün o İsa bulağının, bütün o ətrafın almaq üçün qüvvələr yetişdirir. Ona görə Murad müəllimin namizədliyini irəli verməyə mən özüm verirəm və öz sözümü deyirəm və ona müvəffəqiyyətlər arzu edirəm. Düz belə, mən daha şeylər, Murad müəllim nəinki namizəd və yaxud deputat olmağı ilə əlaqədar olacaq inşallah. O bütün kəndlinin, cəmaatın, xalqın qayğısına qalan bir insandır. Murad müəllimi bu yolda təbrik edirəm. Can sağlığı, işi müvəffəqiyyətlə başa vurulsun. Sağ olun. Deputatlığa namizədləri ürəkdən təbrik edirəm. Onlara can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayıram. Bu, Milli Məclisin deputatı xalqın nümayəndəsidir. Xalq onu seçir. Xalq onu nəyə görə seçir? Xalq onu ona görə seçir ki, o xalqın qayğısına qalsın. Xalqın istəyinə, onun arzusuna əməl eləyə bilsin. Daha Milli Məclisin kürsüsündə mürgülənib yatmasın. Mən arzu eləyirəm ki, bax bu gənclər, onlar dördü də gəncdilər, Allah onlara uzun ömür versin və onlar öz ideyalarından kənara qaçmasınlar. Onun bunun dediyini eləməsinlər. Yuxarıdan verilən tapşırıqlarına əlaqədar olaraq yerli xalqın mənafeyinə müvafiq işlər görə bilsinlər. Bu cəhətdən o yoldaşları o qədər də yaxşı tanımıram, amma Murad müəllimi çox gözəl tanıyıram. Murad müəllim hələ deputatlığa namizədliyini versə də, yəni o kürsüdə otursa da, oturmasa da, onsuz da xalq üçün müəyyən işlər görüb. Həqiqi mənada. Həqiqi mənada o müəyyən işlər görüb. Məsələn, kimsəsizlərə yardım eləyib, xəstə adamları müalicə elətdirib, pulsuz, fənasız. Əgər mən belə düşünürəm ki, bir müəllim ki, qocaman müəllim kimi, əgər belə şəxs Milli Məclisin deputatı olsa, xalqın orada nümayəndəsi olsa, nümayəndəsi kimi fəaliyyət göstərsə, o bütün daha çox iş görə bilər də, xalq üçün daha çox iş görə bilər. Bir var ki, səlahiyyətin olmayan yerdə eləyəsən bu işi, bir də var ki, həmin işləri görməyə səlahiyyətin ola. İndi siz bilən hansı yaxşı olar? Əlbəttə, səlahiyyətlə iş görəndə biraz da o işlər uğurlu olar və keyfiyyətli olar. Mən bu cəhətdən sizə uğurlar arzulayıram. Murad müəllim, sənə can sağlığı arzulayıram və arzu eləyirəm ki, sən öz ideyalarından geri çəkilməyəsən. Sən bilirəm ki, sən Milli Məclisə deputat seçilsən, xalqın nümayəndəsi seçilsən, sən bu xalq üçün çox işlər görəcəksən. Bayaq deyildi, o yolların çəkilməsi, nə bilim, kitabxanalı yoxdur, nə bilim, klubumuz həqiqi mənada elə bir dördür ki, dünyanın bu 21-ci əsrin əvvəlləridir, bu zarafat il deyil. Göytəbə şəhəri bu ərazidə məşhur şəhərlərdən biridir. Bircə o parkı çıxmaq şərti ilə nə yeniliklər olub? Qabaq burada 4 dənə zavod vardı, xalq 7 rayonun əhalisi bu Göytəbə şəhəri ilə yaşayırdı, dolanırdı. Düz demirəmsə, deyin ki, müəllim düz demirsən. Kara gələn uşaq bağçası var, kara gələn məktəb var. 1841-ci ildə o məktəb tikilib, onun əsası qoyulub. Hələ indiyə qədər də orada fəaliyyət göstərilir. 56-cı ildə bu məktəb tikilib, 1956-cı ildə. Görün, dağılır, sökülür, amma ona baxan yoxdur. Siz cəmaat nəyə baxırsınız? Xahiş edirəm.
Ay əhali, ay atalar, ay analar. Nəyə baxırsınız? Niyə xalq qarşısında, belə dövlət qarşısında məsələni qaldırmır? Mən əminəm ki, əgər biz Murad müəllimə səs verir, vallahi inanıram ki, o ürəkdən bu işi görəcək, bu arzularınıza o nail ola biləcək. Sənə uğurlar arzu edirəm, sənə uzun ömür, can sağlığı arzu edirəm. Demək, bizim namizədlər tələsirlər, onların digər ərazilərdə görüşləri var. Sağ olsunlar ki, bizim təklifimizi eşidib, qəbul edib, bizlə ümumi debata qatıldılar. Onların hər birinə can sağlığı, hər birinə deputat kürsüsünə yələnməkdə Allahdan arzularım var. Bizim görüşümüz davam edir. Qonaqlar getdi, bizim görüşümüz hələ davam edir. Xahiş eləyirəm, biraz tələsməyin. İndi burada şəhid ailəsindən şəhid anası var. Xahiş eləyirəm, Səfərə xanım, mikrofona buyurun. Hamınızı salamlayıram. Mənim heç kimi nəyə pisləməyə gəlməmişəm, nə heç kimi tərifləməyə gəlməmişəm. Bu 23 ildə biz o qədər Allah'dadılar, heç kimə də inanmıram. Haçan o şey eləyərlər, biz onda ona inanarıq. Mənim hamıdan qabağa Pirişibdə ən kasıbı traktor alədə mənim balam böyüdü. Hamıdan qabağa mənimki şəhid gəldi. Mənlə 23 ilin içində heç kim maraqlanmadı. Mənə dedi ki, vətən yolunda ölməyə borcudur. Nətər borcudur? Arpa saman yiyib ölməlidirlər. Hələ getsinlər, görsünlər, hansı vəziyyətdə yaşayıram. Mənim qazımın gəldilər, öz prezident təqaütü aldığıma görə, özüm qaç çəkdiyimə görə, qazımın Şotkin, şəklin çəkdir, elə bir cinayətçi eləmişdi. Şəklin çəkdir, daldan da mişarı qoydular. Kəstilər mənim yadıma. Qazımı götdülər, getdilər. Mən 3 dənə banka kredit götürmüşəm, özümə ev tikmişəm, kümətmişəm balalarıma. Dünya müharibəsi bizim evdə gedir bu dəqiqə. Heç yerdə getmir. Ona görə oğlanlarım işləyir, heç yerdə iş yox. Acdılar, bir-birlərini qırırlar. Gedib oğurluq eləyəcək, tazalı. Deyəcək, şəhidin qardaşı getdi, oğurluq elədi. Mən nə tərdə olanım? Evim yox. Mənkindən sonra şəhid gələnlərin evi, hər şəraiti. Nə evim var, nə eşigim var, nə şəraitim var, nə onun maşını istəmirəm, nə şərait istəmirəm. Mənim qazımı gətirinlər, birləşdirsinlər. Bir dənə işıq yandıran monitor gündə 3 dəfədən gəlir. Gedir, gəlir, gedir, gəlir. Kəsəcəm. Mənim arzum budur ki, Allah heç mənə şəhid göstərməsin, nə belə şey arzulamıram. Xahiş edirəm, mənə bir dənə ev versinlər, balalarımı bir-birindən ayırım, yığım içinə, getsinlər, adilini yaşadılar. Mənim nəvəm yengidə əsgər gedəcək, aprel ayında. Bu dəqiqə kirədə qalır. Uşağın 18 yaşı var, 5 baş ailə küçədədir. Nə evi var, nə işi var. Əgər şəhiddirsə, mənimki də şəhiddir. Mənimki qədər oğurluqda ölməyib, adam öldürməyib, cinayət eləməyib. O da öz könlü ilə gedib. Nə sırav əskərdir, nə də məcburi gedib. Qol çəkib çıxıb gedib. Xahiş edirəm, onun anasını da soyuq ocağa qoyarlar, qaranlığa qoyarlar. Mən oturum burada, getsinlər yollasın, komissiya yollasın. Görsün, yalan deyirəm, düz deyirəm. Hamıza deyirəm ki, xoş gəlmişsiniz. Bu günləri deputatla namizədlərin görüşüdür. Mən bu görüşə çox sevinirəm. Çünki gözəl namizədlərdən biri Murad müəllimdir. Murad müəllim haqqında mən çox işlər bilirəm, çox sözlər bilirəm. Murad müəllim Göytəpədə, Bəcravanda, Pirvolnu qəsəbəsində müəyyən adamları xəstəxanaya aparıb. Göz həkiminə, böyrək xəstəliyinə, cürəbəcürə xəstəlikləri müalicə elətdirib. Ona görə mən Murad müəllimə təşəkkür edirəm. Bu cəmaatın qayğısına qaldığına görə. Qaldı ki, Göytəpə şəhərində heç olmasa 280-300 nəfər şəkər xəstəliyinə tutulmuş adamlar yaşayır. Murad müəllimin təşəbbüsü ilə Cəllabad rayon xəstəxanasında getdi, ayırt elədi ki, bu şəkər xəstəliyinə tutulan adamlar niyə şəkər dərmanları ilə təmin olunmur? Tezliklə bu məsələ həll olundu. Çox sağ olsun. Mən özüm də şəkər xəstəliyinə tutulmuş bir adamam. Mən də minnətdarlıq edirəm. Murad müəllim gözəl müəllimdir, gözəl insandır. Mən olmadı burada Fəzail İbrahimli. Mənim ona
çatdıracağı bir neçə sözüm vardı. Fəzail müəllim 2014-cü ildə mən ona götürüb bir deputat kimi zəng elədim. Dedim ki, Fəzail müəllim, mən Göytəpə sakiniyəm. 20 ildən artıqdır ki, Göytəpədə qaz yanmır, xüsusən 2 şəhid ailəsi olan küçədə. Mənə cavab verdi ki, mən bu işə baxmıram, heç sizi də tanımıram. Dedim, eybi yoxdur, çox sağ ol. Üstündən 5-6 ay keçdi, götürdüm buna bir də zəng elədim. Dedim, Fəzail müəllim, axı mən sizə zəng elədim, siz mənim telefonumu söndürdünüz, mənə cavab vermədiniz. Dedi, eşidirəm. Dedim, Fəzail müəllim, siz də bu ərazinin adamısınız, xalqın deputatısınız. 450 nəfər ev qazsız qalıb. Bizə kömək edin, xahiş edirəm. İndiyə qədər biz 450 nəfər ev qazsız qalmışıq. Ondan işim yox. Mən Murad müəllimə can sağlığı, uzun ömür, işlərində, fəaliyyətində müvəffəqiyyətlər arzu edirəm. Sağ olsun. Layiqli insandır. Sağ olun. Bütün dediyimiz bu səbəblərin başlıca müvəssiri biz özümüzük. Çünki hər bir işə laqiyyət baxırıq. Bayaq müəllim özü dedi, cəmaət arasında şaya yazır, gəzir, güya seçilib nəmni eləyənib. Bəli, biz evimizdə oturanda bizim bülletenimizi istədiyi adamlara yazılıb atar. Biz aktiv olsuq, mənim bülletenimi başqası niyə yazıb atmalıdır istədiyi adama? Plus, Pirişibdə o qədər problem var. Bayaq Murad müəllim dedi. Bizim xəstəxanamız bərbad halda. Bir kişi dinləmir. Məktəbimiz uçub. Bir kişi dinləmir. Hansı adam burada vətəndaşların əksəriyyəti məktəbə getmir? Danışanda deyirdi, Sovet hökuməti belə oldu. Sovet hökumətinin hələ 4 höküntüsündə yaşayırıq. Mən o məktəbdə oxumuşam, indi uşaqlarım oxuyur, üzr istəyirəm sizdə. Mən gedirəm, məktəb uçub tökülür başınlarına uşaqlar. Bir dənə pəncərə yox. Bir dənə, nə oldu? Sovet hökumətinin vaxtında katelni işlərdi. İndi 21-ci əsrdə yaşayırıq, katelni yoxdur. Bunun səbəbkarı bizik. Xəstəxana, üzr istəyirəm, indi müasir fermalar çıxıb, bizim xəstəxana onların yanında hessaddır. Əli vursan, pultla işləyir fermalar. Bizik səbəbkarı, qardaş. Biz deyək, deputat belə eləmədi, belə elədi. Xeyr, deputata müraciət olar. Deputata səs verərsən, deputat sənin səsi eşidə. Bilər, bu səfər mən vermədim, qulaq asmadım xalqa. Gələnləri məni seçməyəcək. Deputat əlini atıb qulağının dibində. Deyir, xalqlıq burada nə iş var? Bəlkə səhv deyirəm. Xalq səs verir, deputat seçilir, yox. İndi bu dəqiqə fakt hal-hazırda, bəli, bayaq dediyim kimi, əksərən hamı deyir, mənim öz evimdə, qonşumda, hamı deyir ki, sən özün ağar isə. Uca deputat seçilib. Seçilib oturub da. Qardaş, bu səhv bizim səhvimizdə, başva dönüm. Birimiz, bir yerimiz ağrıyanda, həkimə getməyəndə, həkim nə bilsin bu qarın harası ağrır? Ged müraciət elə. Gəlin fikirləşəğin, oturağın başqa yerə yox, Pirişibə baxağın. Pirişibdə 5 nəfər haqqın, hüququn tələb edir. Haq-naxaq, qardaş, o işi yerinə yetirir. Biz dinmirik, biz dinməyəndə də bizim haqqımızı kim orada oturan nə bilməlidir bu qarın? Hansı problemi var? Nə problemi var? Sovet hökumətinin vaxtında bayaq Murad müəllim yaxşı dedi. Məktəb tikilməlidir. 4-5 kilometr yoldur oradan, qardaş. Birinci sinifin uşağı nətər 5 kilometr zığ dizdən. Gəlsin, keçsin. Tutaq ki, 5-inin maşını var, 5-inin imkanı var. 50-sinin imkanı yoxdur. Biz tərəfi deyirəm, öz tərəfimizi deyirəm. Təzəbinələr tərəf. Nətər gəlsin 4-5 kilometri? Plus, mənim belə vaxtım var, evimdəyəm. Mənim işim gücüm var. Mən bu günləri gedib kimin qapısındasa 10 manata işləməsəm, mənim balalarım qırılacaq ağzından. Bayaq müəllim sosial yardımdan dedi. Bəli, sosial yardım kimin üçündür? Kasıb üçündür.
Hansı kasıb sosial yardım alır? Bundan qabaq Sovet hökumətinin vaxtında uşaqlara uşaq pulu verirdilər. İndi uşaq pulu da vermir, sosial yardım da almır. Mən başqa tərəfi demirəm, öz 500 evi deyirəm. Hamısı kasıb, heç biri bir yerdə işləmir, sosial yardım da almır, qardaş. Bu öz günahımızdır, qardaş. Biz çox unutqan milləti, ondan əş olacaq, olacaqdır. Murad müəllimə işlərində uğurlar arzulayıram. Murad müəllimə səs verməyə xahiş edirəm hamıza. İndiyə kimi qaramasına, ona buna səs vermişik. Bu səfərdə sizdən xahiş edirəm. Elə burada oturanlardan deyirəm. Burada oturan istəyir qadınlar, istəyir kişilər, istəyir qocalar. Hərəsi özünə 10 dənə seçki günü 10 nəfəri götürüb gəlsə böyük şeydir. Xahiş edirəm Murad müəllimə səs verin. Öz yerimizə səs verəyin. Sağ olun, var olun. Nə prezident görür o seçkidə, kim kimə səs verdi, nə kosmikdən baxırlar, nə kosmosdan baxırlar. Vicdan, öz vicdanın hesabına səs verirsən. Sən səs verməyə də bilərsən, amma deyə bilərsən səs verdim. Bugün səs vicdanın hesabına, öz daxili vicdanına istinad eləyib səs verməlisən, öz həyatına səs verirsən, öz sonraki günlərinə səs verirsən, öz problemlərin həllinə səs verirsən. O söhbət ondan gedir. Öz problemlərin həllinə səs verirsən. Murad göydən düşmədi və yerdən çıxmadı. Murad özü namizədliyin verməyib. Mən bayaq qeyd eləmədim. Muradın namizədliyin biz vermişik. Xalq verir. Müəyyən təşəbbüs qrupu yaradıb onu irəli atdıq. Çünki gənclərə önəm verilir. Prezident də dəfələrlə deyib. Gənclərə önəm vermək lazımdır. Gənclər seçilməlidir. Gənclər daha fəaldır, daha aktivdir. Muhafizəkarlıqdan uzaqdır. Bu nöqteyi nəzərdən biz fikirləşdik Muradı. Bir də Muradın həyat tərzi, Muradın cəsarəti buna imkan verdi ki, biz onun namizədliyimiz. Murad sözünü deyə bilir. Sözü deməyi bacarmaq lazımdır. Dolayısıyla sözü dalından qaçmaq yox. Murad sözünü deyir, Murad qorxmur, bizə cəsarətli millət vəkil lazımdır, problemi həll eləyə bilsin. Yoxsa tribunadan gözəl vədlər vermək mümkündür, dəfələrlə verilib. Bu nöqteyi nəzərdən biz Muradı dəstəkləməliyik. Mən elə başa düşürəm ki, Murad dəstəklənəcək. Muradı dəstəkləmiş, özümüz dəstəkləmiş. Diqqətiniz üçün sağ olun. Əgər müəllim fikrin varsa buyur cavabına. Bayaqdan gözləyirsən. Hörmətli xalqım, buraya yığışanların hamısına öz minnətlərimi bildirirəm. Mənə söz verdiyin üçün sizə təşəkkür edirəm. Deyir, aqillər deyir, haqqın gözü, sözün düzü. Murad müəllim Hüseynov Əlioğlu. Hamı onu gözəl tanıyırıq, hamı necədir? Murad müəllimi biz deputat, Milli Məclisdə seçsək, bu işin necə deyərlər, bu işin öhdəsindən gələ bilər. Murad müəllim, hələ mən onu o qədər tanımasam da, mənim 6 yaşlı nəvəm günlərin bir günü bizim həyətin Azərbaycan küçəsində yaşayıram. Ora zibilli yeşiydi. Gördüm, mənim nəvəm gəldi evdə, mənə söhbət edir. Baba, bir nəfər məndən mikrofonla danışdı. Dedi, adın nədir, filan kəs, kimin nəvəssən? O deyəsən, o hardansa gəlib, belə da. Ondan bir həftə keçmədi ki, o yolda sərsəma yarandı, zibillilər təmizləndi. Mən qısa danışmaq istəyirəm. Murad müəllim deputatlığa layiq oğlandı. Murad müəllim qorxmaz bir insandır. Murad müəllimi mən görmüşəm. Murad müəllim bir məsələ oldu. Mən dedim ki, bəlkə bu ruhdan düşəcək. Amma Murad müəllim ruhdan düşmür. Mən onu tərəfləmirəm. Mən onu Murad müəllim deyir, haqqın gözü, sözün düzü. Murad müəllim buna layiqli oğlandı. Murad müəllim insandır. Murad müəllim, o İdris müəllim mənim müəllimim olub, onun haqqında danışdı. Mən
İdris müəllim olan yerdə mənim haqqım yoxdur danışmağa. Ancaq üzr istəyirəm. Murad müəllim buna layiq insandır. Mən günlərin bir günü keçmiş deputatımızı bir dəfə görmüşəm. Bir dəfə. Hətta ona bizim yolla keçəndə Fəzal müəllimə dedim, Fəzal müəllim, çəhmə gətirim, keç bizim küçəyə bax. O mənə söz verdi ki, mən Allah qoysa deputat seçiləndən sonra mən burada gör nələr yaradacağım. Ondan sonra mən onu görə bilmədim. Mən Qənirə Paşayevə məktub yazdım. Qənirə Paşayev kiməsə adını demirəm. Dedi, 4-cü çağırışdı. Müəllimə cavab verin. Mən çox danışmaq istəmirəm. Hörmətli Murad müəllim, sizə uğurlu can sağlığı arzu edirəm. Həyatda can sağlığından başqa heç nə yoxdur. Sizə xoşbəxt arzu edirəm. Ətrafınızla Murad müəllimə səs verin. Hamınız seçkiyə gəlin. Sağ olun, diqqətinizə görə.